Prezident İlham Əliyev noyabrın 12-də Çinin China Datang Corporation Ltd şirkətinin direktorlar şurasının sədri Liu Junun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı China Datang Corporation Ltd şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev, Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd etdi. Dövlətimizin başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırladı. Həmin səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğuladı. Qəbula görə minnətdarlığını bildirən Liu Jun Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını dedi. Qonaq ölkəmizdə özlərinə qarşı dost münasibəti qeyd etdi. Söhbət zamanı Azərbaycanla China Datang Corporation Ltd şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.